keçmişi yox, özümüzdə görürük. Bugün biz həmin güclü bir sərkərdənin simasına baxırıq. Xalqımızın hərb tarixində və dövlətçilik ənənələrinin formalaşmasında müstəsna rolu olan bir şəxsiyyətə. Bəli, bugünkü tədbirimiz 20-ci əsr hərb tarixində xüsusi yeri olan görkəmli xadim, milli ordu qurucularından biri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun həyatı və hərbi fəaliyyətlərinə həsr olunur. İlk öncə sizi Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin tam artilleriya generalı Səməd bəy Mehmandarovun 1-ci Qarabağ və 2-ci Vətən müharibələri zamanı ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda həlak olmuş qəhrəman oğul və qızlarımızın ruhunu bir dəqiqəlik şükürlə yad etməyə dəvət edirəm. Yüksək peşəkarlıq, strateji düşüncə və dövlətçilik məsuliyyəti özündə birləşdirilmiş nadir hərbi xadimlərdən idi. Onun hərbi fəaliyyəti 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində baş vermiş böyük miqyaslı müharibələrdə sıx bağlı olmuş. Bu müharibələr zamanı əldə etdiyi təcrübə sonradan milli hərbi quruculuqda mühüm əhəmiyyət kəsb etmişdir. Bu əvəzsiz şəxsiyyətin tariximizin qızıl səhifələrində yaşayan qiymətli irsi milli ordumuzun formalaşmasında nəzəri və praktiki bazı rolunu oynamış, sonraki nəsil hərbiçilər üçün nümunəvi komandalıq məktəbi yaratmışdır. İcazənizlə Səməd bəy Mehmandarovun həyatı və hərbi fəaliyyəti haqqında bir qədər ətraflı məlumat vermək üçün müharibə veteranları və beynəlxalqı hərbiçilər İctimai Birliyinin sədri, 1-ci və 2-ci Vətən müharibələrinin iştirakçısı, ehtiyatda olan polkovnik Əzizağa Qəmizadəni kürsüyə dəvət edirik. General Səməd bəy Mehmandarovun həyatı və hərbi fəaliyyəti. Səməd bəy Sadıq bəy oğlu Mehmandarov 11-ci əsrin sonu, 20-ci əsrin əvvəllərində formalaşmış peşəkar hərbi elitanın ən parlaq nümayəndələrindən biridir. O yalnız yüksək rütbəli artilleriya generalı kimi deyil, eyni zamanda hərbi idarə etmə, strateji planlaşdırma və qoşunların döyüş hazırlığının təşkili sayəsində dərin nəzəri və praktik biliklərə malikdir. Bir sərkərdə idi. Onun fəaliyyəti Azərbaycan hərb tarixində ordu quruculuğu prosesində mühüm mərhələni təşkil edir. Səməd bəy Mehmandarov 1856-cı il oktyabr 16-sında Lənkəran şəhərində məmur ailəsində anadan olmuşdur. Erkən yaşlarından hərb sənətinə maraq göstərmiş, bu istiqamətdə sistemli təhsil almışdır. O ilk təhsilini Bakıdakı Əlahidə məktəbində almış, 1873-cü ildə isə Peterburqdakı 2-ci Konstantin hərbi məktəbinə daxil olmuşdur. Bu məktəbi fərqlənməklə bitirdikdən sonra Mehmandarova Prataşin rütbəsi, ilkin zabit rütbəsi verilərək 1-ci Türkistan Topçu Briqadasına göndərilmişdir. Sonralar 2-ci və 38-ci Topçu Briqadasında xidmət keçən Mehmandarov 1894-cü ildə Varşava dairəsinə göndərilmiş. 1898-ci ildə isə
əlahiddə Zamatkale hərbi divizyonuna dəyişilmişdir. Həmin divizyonun Çində 1901-ci illərdə baş vermiş anti-imperialist üsyanının qarşısını alınmasında iştirak etsə də, Çar generalının təkidli tələbinə baxmayaraq, silahsız xalq kütlələrinə qarşı ateş açmağı zabit şərəfindən kənar sayaraq boyun qaçırmışdır. Səməd bəy Mehmandarov 1904-5-ci illər Rusiya-Yaponiya müharibəsində iştirak etmiş 7-ci Şərqi Sibir Artilleriya Divizyonunun komandiri, eyni zamanda Port Artur Şərq cəbhəsinin artilleriya rəisi olmuşdur. Müharibədə göstərdiyi şücaətlərinə görə 4-cü dərəcəli müqəddəs Georgi ordeni ilə təltif edilmiş və general-mayor rütbəsinə layiq görülmüşdür. Səməd bəy Mehmandarov 1-ci Dünya Müharibəsinin də iştirakçısı olmuş, əvvəlcə 21-ci Piyada Diviziyasına, sonra isə 2-ci Qafqaz ordusunda komandanlıq etmiş, həmin vəzifələrdə ona tapşırılan ən məsuliyyətli tapşırıqları uğurla yerinə yetirmişdir. Səməd Mehmandarov 1915-ci il martın 22-sində tam general rütbəsinə layiq görülmüşdür. 1917-ci il fevral inqilabından sonra Rus ordusunun bolşevikləməsi və ordu daxilində anarxiyanın artması ilə əlaqədar Mehmandarov istifa verərək 1918-ci ilin payızında vətənə qayıtmışdır. 1918-ci il noyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti hərbi nazirliyi bərpa etmək barədə qərar qəbul edərkən Mehmandarov Cümhuriyyət ordusunda xidmətə çağırılaraq hərbi nazirin müavini təyin edildi. Nazirliyin və ordunun formalaşdırılması ona tapşırıldı. Mehmandarovun peşəkarlığı, təşkilatçılıq qabiliyyəti, başlıcası isə Azərbaycan müstəqilliyində sədaqəti yeni şəraitdə də tezliklə öz təsdiqini tapdı və 1918-ci il dekabrın 25-də o hərbi nazir təyin edildi. Ordu quruculuğunun milli zəmində qurulması və aparılması Mehmandarovun hərbi nazir kimi izlədiyi əsas xətt idi. Məhz onun təşəbbüsü ilə Gəncə Hərbi Məktəbinin bazasında əvvəlcə Praporşiklər Məktəbi, sonra isə Hərbiyə Məktəbi açıldı. Eyni zamanda İstehkamçılar Məktəbi, Hərbi Dəmir Yolçular Məktəbi, Şuşa Hərbi Felçer Məktəbi fəaliyyətə başladı. Səməd bəy Mehmandarov xidmətə başlamasının elə ilk günlərindən Azərbaycan dilinin orduda əsas dil kimi işlədilməsi barədə göstəriş verdi və bütün qeyri-Azərbaycanlı zabitlər qarşısında belə bir tələb qoydu ki, komanda sözlərini Azərbaycan dilində öyrənsinlər. O hərbi qulluqçuların Quran-ı Kərimin altından keçməklə vətənə sədaqət andı içmələrini vacib sayıldı. Milli və tarixi rəmzləri özündə əks etdirən döyüş bayraqlarının və qeyd formalarının layihələrinin təsdiqlədi. Azərbaycan xalqının zəngin hərbi tarixinin öyrənilməsinə və hərbi qulluqçular arasında yayılmasına, hətta əskərin, qidaların, milli xörəklərin üstünlük təşkil etməsinə göstəriş verdi. Səməd bəy Mehmandarov hərbi nazirlikdəki fəaliyyətinin ilk günlərindən qoşunlardakı vəziyyətlə tanış məqsədi ilə hərbi hissələrdə olmuşdur. Bunun nəticəsində aşkara çıxan ciddi nöqsanları aradan qaldırılmaq, əhalidə orduya inam yaratmaq üçün Mehmandarov xalqa müraciət etdi. 1919-cu il fevralın 25-də parlamentdəki proqram xarakterli çıxışında habelə digər əmr və yazılaşmasında imkanlı şəxslərin övladlarının xidmətindən yayındırılmasını sərt tənqid etdi. Əhalinin hərbi xidmət yaşı çatmış bütün kateqoriyalarının orduya cəlb edilməsi üçün
çağırış ve seferberlik işinin yeni sistemi tatbik olundu. Bu sistem organlarının şebekesi genişlendirildi. Zilikin koşullarının Azerbaycan hüdudlarına hücum tehlikesinin karşısını almak məqsədilə Bakı etrafında ve şimal sərhədi boyunca güçlü müdafiə sisteminin yaradılması, Lənkəran bölgesinde Ak Gvardiyaçıları, hərbi qüvvələrin separatçılığının qarşısının alınması üçün bölge hərbi qüvvələrin göndərilməsi, habelə 1920-ci il martında erməni hərbi qüvvələrinin Qarabağda başlandığı hərbi təcavüzün aradan kaldırılması ve Cumhuriyetin ərazi bütövlüyünün qorunması Səməd bəy Mehmandarovun hərbi nazir kimi fəaliyyətinin tarixi nəticəsidir. Xüsusilə Ermənistan hərbi qüvvələrinin Azərbaycana istiqamətləndirilmiş təcavüzünün qarşısını alınması üçün Səməd bəy Mehmandarovun öz qərargahını Gəncədə qurması, bundan hem Qazax, Akstafa istiqamətində, hem de Qarabağ, Gəncə istiqamətində güclənən erməni təcavüzünün dəf edilməsi üçün döyüşlərin dəqiqlikdə idarə edilməsi Azərbaycan hərb tarixinə yazılmış parlaq səhifələrdəndir. Bugün de Azərbaycan hərb tarixində dəyərli, nəzəri və praktik mənbə kimi qiymətləndirilir. Diqqətinizə görə çox sağ olun. O, peşəkar artilleriya məktəbinin formalaşmasında mühüm rol oynamış, yüksək strateji düşüncə qabiliyyəti ilə və zəngin əməliyyat təcrübəsi ilə seçilən görkəmli hərbi xadimlərdən idi. Tarixi mənbələrə nəzər saldıqda aydın olur ki, müsəlman dininə mənsub bir şəxsin Rusiya imperiyasının hərbi iyerarxiyasına tam artilleriya generalı rütbəsinə yüksəlməsi son dərəcə nadir hadisə sayılırdı. Mehmandarovun bu zirvəyə gedən yolu isə təkcə silah gözü ilə deyil, eyni zamanda soyuqqanlı ağıl, möhkəm xarakter və prinsipal mövqeyə atılmışdı. İndi isə sizləri Səməd bəy Mehmandarovun həyat və hərbi fəaliyyətlərindən bəhs edən sənədli filmə baxmağa dəvət edirəm. Sonra yenidən bu tarixi şəxsiyyətlə bağlı çıxışlarımızı davam etdirəcəyik. Dini təmin etmək üçün kifayət qədər cəsur, qorxmaz və fədakar olurlar. Azərbaycan xalqının 20-ci əsr tarixində görkəmli hərbiçilərindən biri tam artilleriya generalı Səməd bəy Mehmandarov idi. Səməd bəy Mehmandarovun atası Mirzə Sadıq bəy Qarabağın adlı sanlı bəy nəslindən idi və dövlət xidməti ilə əlaqədar 1840-cı ildə ailəsi ilə birlikdə Şuşadan Lənkərana köçdüyündən Səməd bəy 1855-ci il oktyabrın 16-sında Lənkəranda anadan olub. Hələ uşaqlıq illərindən öz həmyaşıdlarından seçilən Səməd bəy Bakıda gimnaziya təhsil alıb. Daha sonra Peterburqda artilleriya məktəbini bitirib və 1875-ci ildə Patmaruçi rütbəsində hərbi xidmətə başlayıb. 1900-1901-ci illərdə Çində Aksiyon üsyanının yatırılmasında fəal iştirak edən Səməd bəy 1904-5-ci illər Rus-Yapon müharibəsində, xüsusilə Port Artur'un müdafiəsində böyük rəşadət göstərir. Rus-Yapon müharibəsi başlananda Səməd bəy Mehmandarovun 48 yaşı vardı. O, Port Artur döyüşlərində bəyan edilən komandirlik bacarığına görə Şərq cəbhəsinin komandiri təyin edildi. Əlağa Şıxlinskinin Port Artur döyüşlərində Səməd bəy haqqında maraqlı bir xatirəsi onun döyüş əzminin sübutudur. Əlağa Şıxlinski yazır ki, Qarabağ top ateşinə tutulan zaman Səməd bəy Mehmandarov mənim mövqeyimə gəldi. Həmin mövqe Yaponlar tərəfindən müxtəlif toplarla ateşə tutulurdu.
Həm də bu mövqe Yaponların tüfəng və pulemyot atəşi altındaydı. Bu zaman Mehmandarovun yaxınlığında mərmi partladı, amma yaralanmadı. Yerdən qalxan qara palçıq onun üstünü buladı. Mehmandarov buna əsla əhəmiyyət verməyərək böyük bir soyuqqanlıqla cibindən ağ dəsmalını çıxarıb təzə paltosunun üzərinə sıçrayan palçığı silməyə başladı. Rus-Yapon müharibəsindən qayıdan Səməd bəy çox keçmədən Yelizaveta Nikolayevna ilə ailə həyatı qurur. 1907-ci ildə bu evlilikdən onların bir oğlu dünyaya gəlir. Səməd bəy oğlunun adını Pir qoyur. Həmin dövrdə bu ad cəmiyyət arasında çox yaygın bir ad deyildi. Bu səbəblə Səməd bəy həyat yoldaşının xahişini nəzərə alıb, uşağın adını dəyişərək İqor Mehmandarov yazdırır. 1908-ci ildə Səməd bəy Mehmandarov general-leytenant rütbəsinə yüksəlir. Silahdaşları onu cəsur, özünə inamlı və tərəfkar bir zabit kimi xarakterize edirdilər. Birinci Dünya müharibəsi başlanarkən general Varşava ətrafında xidmət edirdi. Onun komandir olduğu 21-ci piyada diviziyası tərkibində 4 alay var idi. 81-ci Abşeron alayı, 82-ci Dağıstan alayı, 83-cü Samur alayı və 84-cü Şirvan alayı. Diviziya komandiri Mehmandarovun fitri istedadı ona Lodz istiqamətində aparılmış döyüşdə Alman generalı Mackenzonun ordusu üzərində parlaq qələbə qazanmağa imkan verdi. Birinci Dünya müharibəsi illərində onun diviziyası Wisla çayı yaxınlığındakı Ivangorod rayonunda əvvəl Almanların, sonra isə Avstriyalıların üstün qüvvələrini darmadağın etdi. 1915-ci ildə artilleriya generalı rütbəsinə yüksələn, korpus komandiri təyin edilən Mehmandarov Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə tərtib olunur. 1915-ci ilin fevralında Səməd bəy Əlahəzrət İmperator tərəfindən üstü brilyantlarla bəzədilmiş Georg silahı ilə tərtib edilir. Bu mükafata Birinci Dünya müharibəsi illərində cəmi 8 nəfər layiq görülür. 1917-ci il fevral burjua inqilabı baş verərkən, Səməd bəy Mehmandarov Qafqazda idi. Həmin ilin aprel ayında o, vəzifəsini həmşərik tərk edib istefaya çıxmış, bir müddət Vladikavkaz şəhərində yaşamış, sonra Azərbaycana gəlmişdi. 1918-ci il may 28-də Tiflisdə Azərbaycan Milli Şurasının üzvləri Müsəlman şərqində ilk cümhuriyyətin yaradılmasını elan etdilər. Gəncəyə köçən hökumət iyunun 26-sında Müsəlman korpusunun əlahiddə Azərbaycan korpusu adlandırılması haqqında qərar verdi. Beləliklə, Milli Azərbaycan ordusu təşkil edildi. Cumhuriyyət hökuməti ilk vaxtlar milli ordu quruculuğu sahəsində böyük çətinliklərlə üz-üzə gəldi. Gənclər hərbi xidmətin mahiyyətini dərk etmədiklərindən, onlar arasında vətənpərvərlik ruhunda təbliğatın aparılmasına böyük ehtiyac var idi. General Səməd bəy Mehmandarov Azərbaycan Xalq Cumhuriyyəti hökumətində hərbi nazir vəzifəsinə təyin olundu. O, Azərbaycan xalqına müraciət ünvanladı. Ölkəmizin bütün əhalisinə, əziz vətənimiz adından müraciət edərək xahiş edirəm ki, gözəl vətənimiz Azərbaycan eşqinə, yüksək vətənpərvərlik hissimiz naminə mənə bizim qoşunlarımızın təşkili işində yardım göstərsinlər. Bizim ölkəmizdə qanunçuluğu qorumaqdan ötürü vacibdir. Və yenə də xahiş edirəm ki, bütün o şəxslər ki, çağırış yaşları çatıb, mütləq əskərlik etməlidirlər. Torpaqlarımızı qorumaq üçün özlərini çatdırsınlar.
Qoy vətən qarşısında borcunu unudan hər kəs böyük günah işlətdiyi üçün qohum qardaş qınağı altına düşsün və əlbəttə ki, qanun üzrə cəzalandırılsın. İndi ölkəmizin bütün vətəndaşları, istər kasıb, istər dövlətli, eyni şəkildə hərbi qulluq çəkəcəklər. Əgər varlıları kimsə hərbi qulluqdan azad etsə, günahkarlar ağır cəzalanacaqlar. Bu çağırışdan sonra General-Leytenant Səməd bəy Mehmandarov qısa müddətdə müstəqil Azərbaycanın 40 minlik ordusuna, 30 min piyada, 10 min süvari ordusunu yaratmağa nail oldu. ...1918-ci ilin sonlarında İngiliz jurnalisti Karl Ritter yazır ki, Bakıda kazarmada əskərlərlə görüşdüm. Onlar hərbi maaşı əzbərləməklə məşğul idilər. Soruşanda ki, məqsədiniz nədir? Onlar fikirləşmədən dedilər, Qarabağı düşməndən azad etmək. Başa düşdüm ki, artıq Azərbaycan əskəri döyüşən orduya çevrilir. Səməd bəy Mehmandarov 1919-20-ci illərdə Qarabağ uğrunda gedən döyüşlərdə, Əskəran əməliyyatında, Şuşa və Xankəndinin alınması əməliyyatında müstəsna rol oynadı. 1919-cu ilin yazında İngilis hərbi hissələri Azərbaycanda olduğu dövrdə hərbi nazir Səməd bəy Mehmandarov Azərbaycan Xalq Cümhuriyyətinin hökumət başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirirdi ki, İngiliz hərbi dəstələri Azərbaycanda dislokasiya olduqları yerlərdə kanalçılıq edir, kəşfiyyat iş aparırlar. Bunlara etiraz olaraq Səməd bəy Mehmandarov İngiltərə hökumətinin 1-ci Dünya müharibəsi illərində ona verdiyi ordenləri İngiltərə hökumətinə qaytarmağı Azərbaycan hökumətindən xahiş edir. General-Leytenant Səməd bəy Mehmandarov 1920-ci ilin mart ayında Qarabağda gedən döyüşlərdə qalib Azərbaycan ordusunu təbrik etmək üçün Şuşaya gedir. Azərbaycan əskərləri ilə görüşür və bu sözləri deyir. Əziz Azərbaycan əskəri, mən çox döyüşlər görmüşəm. Port Arthur civarlarında, 1-ci Dünya müharibəsində qızğın döyüşlərdə olmuşam. Ancaq sizin kimi qoçaq əskərlərə rast gəlməmişəm. Nə xoşbəxt insanam ki, İxtiyar yaşımda millətimin ordusunu yaratmaq mənə nəsib oldu. Siz Azərbaycan xalqının cəsarətinə, ləyaqətinə layiq iş gördünüz. Qarabağı yağı düşməndən xilas etdiniz. 1920-ci il aprelin 27-sində İmperiyanın 11-ci ordu adlandırdığı Qaniçən hərbi birləşmələri Azərbaycanı işğal etdikdən sonra Səməd bəy Mehmandarov vətəni tərk etmədi. 1920-ci ilin mayında Gəncə qiyamından sonra həbs edilən Mehmandarov Şıxlinski ilə birlikdə Nəriman Nərimanovun köməyi sayəsində ölümdən xilas edilərək avqustun 1-də Moskvaya göndərildi. O, Nəriman Nərimanovun şəxsi zəmanət məktubu əsasında bir il Moskvada hərbi fəaliyyətini davam etdirdi. Mehmandarov artilleriya nizamnaməsi hazırlayan komissiyanın tərkibinə daxil olur, hərbi akademiyada taktikadan dərs deyir. Bir il sonra Bakıya qayıdan general burada Azərbaycan hərbi komandirlər məktəbində müəllimlik edir. Görkəmli sərkərdə 1924-27-ci illərdə Bakı Qarnizonunun Hərbi Elmi Şurasının üzvü, Azərbaycan Quru və Dəniz Qüvvələri Komissarlığında müşavir olur. Azərbaycanda hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak edir. Qafqaz qoşunlarının komandiri olmuş 1-ci dərəcəli ordu komandiri Yakir 1900 Səməd bəy Mehmandarovun və Əlağa Şıxlinskinin artilleriya sahəsindəki böyük nüfuzundan, qorxmazlığından, istedadından hərb tarixçiləri daim iftixarla yazırlar. Yazarların fəxr ilə söhbət açdığı bu generallarımız Port Arthur'da Yaponlara,
Birinci Dünya Savaşı'nda ise Almanlara karşı vuruşarak ulu babalarımızdan gelen dövüş ənənələrini qəhrəmanlıqla nümayiş etdirmişler. ...1928-ci ildə general polkovnik Səməd bəy Mehmandarov səhhətinə görə orduda xidmətdən tərxis olunur və ona fərdi dövlət təqaüdü təyin edilir. General polkovnik Səməd bəy Mehmandarov Rus, Türk və Fars dillərini mükəmməl səviyyədə bilirdi. Ömrünün son 3 ilində İslam tarixi və fəlsəfə ilə məşğul olurdu. General polkovnik Səməd bəy Mehmandarov 12 fevral 1931-ci ildə Bakıda vəfat edir. Çəmbərəkənd qəbristanlığında dəfn olunur. 1939-cu ildə Bolşevik Kirova heykəl qoyulanda təəssüf ki, həmin qəbristanlıq dağıdılır. O zaman generalın ailəsi sürgündə olduğundan sərkərdənin qəbri başqa yerə köçürülmür və yerlə yeksan edilir. Hazırda Səməd bəy Mehmandarovun 1918-31-ci illərdə yaşadığı binanın üzərinə xatirə lövhəsi vurulub. Bakıda bir küçə və Xəzər dənizində üzən tankerlərdən biri Səməd bəy Mehmandarovun adını daşıyır. ...1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordu quruculuğu əsas məsələyə çevrildi. Düşmən havadarlarının gücündən istifadə edərək Azərbaycan torpaqlarının 20%-ni işğal etdi. Erməni işğalı ilə barışmayan Azərbaycan xalqı öz tarixi torpaqlarını işğaldan azad etmək üçün 2020-ci ildə vətən müharibəsinə başladı. Və onun yetişdirdiyi Azərbaycanın məğrur əskər və zabitləri oldu. Vətənpərvərlik ruhumuz, qəhrəmanlığımız, vətənə olan bağlılığımız, fədakarlığımız bütün dünyada Azərbaycan ordusu, Azərbaycan xalqı haqqında dəqiq təsəvvür yarattı. Biz böyük xalqız. Biz özümüzə məxsus olan torpaqları nəyin bahasına olursa olsun azad edən xalqız. İkinci Qarabağ müharibəsi Azərbaycan ordusunun, Azərbaycan xalqının əyilməz iradəsini göstərdi. Və Ermənistan ordusu bugün artıq məğlub edilmiş ordudur. Azərbaycan ordusu isə müzəffər ordudur. İndi də Ermənistanda əgər kimsə revanş haqqında düşünürsə, əgər kimsə düşünür ki, bir neçə ildən sonra vəziyyət dəyişəcək, nəsə baş verəcək və yenidən onların hərbi imkanı yaranacaq və onlar yenidən bizə ərazi iddiası ilə çıxış edəcəklər, bilsinlər bəri başdan. Biz heç də gözləməyəcək, heç ki bizi dayandıra bilməz, heç nəyə baxmadan lazım addımlar atacaq. Bunu etmək üçün siyasi iradəmiz də var, gücümüz də var. Bugün güclü Azərbaycan dövləti və qalib Azərbaycan ordusu var. Ordumuz hər cür müasir silahla təchiz olunur. Bu ordu 2-ci Qarabağ müharibəsində... Əzəl mənim də danışdı. Birinci növbədə Mehmandarov nəsli haqqında mən danışmaq istəyərdim. Nəyə görə? Birinci növbədə Azərbaycan tarixində Qarabağ, ümumilikdə Şuşa, Azərbaycan tarixinə təkcə tarixi memarlıq abidələrindən deyil. Yəni, ümumilikdə Azərbaycan üçün müqəddəs olan bir məkan olmaqla onun tarixi şəxsiyyətləri ilə də əzizdir. Nəyə görə? Birinci növbədə bu torpaqda Azərbaycanın tarixinin, Azərbaycan mədəniyyətinin, Azərbaycan elminin, ümumilikdə Azərbaycanın var olması, Azərbaycanın müstəqilliyinin
qorunması istiqamətində xüsusi fədakarlıq göstərən şəxsiyyətlər də yetişdirilir. Yəni burada özümüzdə Hacıbəyovların, Mehmandarovların, Vəlibəyovların, Vəzirovların və digərlərin vətənidir bu torpaq. Və bu torpaqda da Mehmandarov nəsli də həmin o torpaqda, Şuşada ümumilikdə böyüyüb, yəni boya başa çatıblar. Və Mehmandarov nəsli də bildiyimiz kimi Şuşanın ən qədim sakinlərindən biridirlər. Birinci növbədə əsasən də Mehmandarov nəslinin bünövrəsini Səcərə yetişdirmişdir. Yəni birinci növbədə həm Qarabağ zonasında, həm də Azərbaycanda birinci növbədə onların İcəsənin oğlu vardır Qasım bəy, o həm birinci növbədə hüquqşünas kimi Şuşa qəzasında və ümumilikdə Yezavitabul quberniyasında ən yüksək vəzifələrdən tutmuş bir şəxsiyyət kimi yetişmişdir. Yəni digər tərəfdən isə Mirzə Sadıq bəyin də, ümumilikdə nəsli Mirzə Sadıq bəyin əsasıyla bir ordu vardır. Orada Vəşki Müsəlman Suvari Alayı adlanır. Vəşki Bizə kimi onu qəbul edirlər. Ondan başqa bir hərbi hissəsi yoxdur. Və ümumilikdə Mehmandarov Azərbaycan hərb naziri seçildikdən sonra Azərbaycan ordusunun formalaşması heç nədən, yəni ümumilikdə Azərbaycan ordusunun formalaşması və müstəqil Azərbaycan ordusunun yaradılması istiqamətdə atdığı tədbirlər ön planda. Nəyə görə? Birinci növbədə mən Lənkəran tarixi ilə bağlı araşdırma aparanda ümumilikdə Lənkəran əməliyyatı həyata keçirilir. 1919-cu ilin iyulundan başlayaraq avqust ayına qədər müddət ərzində. Orada ümumilikdə Ruslar da, İngilislər də, İngilis sabiti vardı, orada qeyd edirdi ki, Azərbaycan ordusunun əsas istəyi geri çəkilməkdir və Lənkəran əməliyyatı uğur və həyata keçirmək və bilirsiniz də Lənkəranda Ağqvardiyaçılar, ermənilər, ümumilikdə orada Ruslar vardı, bu millətçi Ruslar hərəkatı vardı, onlarda İlyasheviç vardı, onlara rəhbərlik edir. Yəni bunlarla danışıqlarda Azərbaycan ordusunun qarşısını almaq qeyri-mümkündür. Nəyə görə ümumilikdə Lənkəranda 6000-ə qədər silahlı dəstə var və şimaldan da Azərbaycan bilirsiniz, Həbib bəy Səlimovun rəhbərliyi ilə Azərbaycan ordusu birinci növbədə əsasən də Mehmandarovun səyi nəticəsində Lənkəran istiqamətində hərbi əməliyyata başlamışdı və bu əməliyyat da uğurla həyata keçirdi. Azərbaycan ordusunun o mətinliyi, Azərbaycan ordusunun ümumilikdə güclü rəşadəti nəticəsində Azərbaycan Lənkəran qəzası o düşmən qüvvələrindən, o millətçi unsurlardan təmizləndi və bununla yanaşı Qarabağda da keçirdiyi hərbi əməliyyatlar nəticəsində də böyük bir uğur həyata keçirmişdir. Sadıq bəyin digər oğlu isə Nağıl bəy Mehmandarov vardı. Yəni birinci növbədə Avropada təhsil almış bir şəxsidir. Yəni o dövrdə də Lənkəran, bilirsiniz, mən o dövrü araşdıranda Lənkəran qəzasında o şəhər özü idarə orqanı vardı, fəaliyyət göstərirdi. Orada həmin o idarə etmə orqanında müsəlman qrupları ümumilikdə qəzada bütün səlahiyyətlərin öz əlinə alınması üçün böyük işlər gördü və Nağıl bəy də həmin o qrupun əsas rəhbəri idi və 1907-ci ildə keçirilən seçkilərdə Nağıl bəy Mehmandarov Lənkəran o dövrdə qəza rəisi ucqar bir imperiyanın ucqar bir şəhərində şəhər idarəsinin rəisinin müsəlman təyin edilməsi böyük bir işidir. Yəni əsasən də bu Nağıl bəy Mehmandarovun ümumilikdə Azərbaycan tarixində ümumilikdə o bacarığı sahəsində həmin o şəhər uzun bir müddət ərzində əsasən 10-cu ildə kimi şəhər özü idarə orqanının rəhbəri olmuşdu və orada düzdür, müəyyən intriqalar baş vermiş. Bu da Çar Rusiyasının səyi nəticəsində baş vermiş. Nəyə görə ümumilikdə istəmirdi ki, müsəlman bir hakimi, müsəlman bir şəxsin bölgədə hakimi olmasını istəmirdi. Yəni qəza rəisinin ya da şəhər rəisinin olmasını istəmirdi. Digər bir nümayəndəsi isə əsasən Mustafa bəy Mehmandarov nəslindən gəlir. O da birinci növbədə ən görkəmli nümayəndələrindən biri də Kərim bəy Mehmandarov idi. Kərim bəy Mehmandarovun da həyatına baxanda ümumilikdə Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə əsas şəxsiyyətlərdən biri idi. Nəyə görə? Birinci növbədə Kərim bəy Mehmandarov əsasən də Rusiyada təhsil almışdı. Yəni özünün dövrünün görkəmli şəxsiyyətlərindən biri idi. 1905-ci ildə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi qırğının qarşısını almaq üçün Kərim bəy Mehmandarovun səyi nəticəsində Qarabağda, Şuşada özünün müdafiə dəstələri yaratmışdı. Yəni bu da ümumilikdə Difai Partiyası yaradıldı. Difai Partiyası da əsasən də özünün müdafiə dəstələrinin əsas iştirakçıları idi. Məhz Kərim bəyin səyi nəticəsində Qarabağda, Şuşada və Qarabağda ümumilikdə ətraf Zəngəzur ərazisində düşmən qüvvələrinin Azərbaycanın dinc əhaliyə qarşı baş verən qırğının alınmasında müstəsna xidmətləri var. Yəni bu şəxsiyyətin ümumilikdə Azərbaycan tarixində, Azərbaycan
hərb tarixində, ümumilikdə Azərbaycan tarixindəki olan xidmətlərinin ən üstün cəhətlərindən biri idi. Yəni, bu da ümumilikdə o siyasi partiyalarda faal iştirak etməsi, onun nəslindən olan Rəşid bəyin də məhz Müsavat Partiyasının üzvü kimi Azərbaycan Xalq Cumhuriyyətinin hökumət üzvləri kimi də iştirak etmişdi. Azərbaycan Milli Ordusunda Rəşid bəy Mehmandarov iştirak etmişdi. 1920-ci il aprel çevrilişindən sonra isə Bolşeviklər hakimiyyətə gəldikdən sonra Rəşid bəy Mehmandarov bir müddət maliyyə bölməsinə, bankalarda və Azərbaycan sığorta şirkəti vardı, orada fəaliyyət göstərdi. Lakin bütün bunlara baxmayaraq, Çar Rusiyasının o tətbiq etdiyi, necə deyirlər, Azərbaycan xalqına qarşı o nifrət hissi Sovet Rusiyasında vardı. Sovet Rusiyasında Mehmandarovun nəslindən baxanda, Kərim bəy Mehmandarovun oğlanlarından bütövlükdə hamısı 37-ci il repressiyasına məruz qalmışdı. Nəyə görə? Birinci növbədə onlar Qarabağdakı keçirdiyi uğurlu hərbi əməliyyatlar və ermənilərə qarşı uğurlu hərbi əməliyyatlardan qisas alaraq, yəni onların nəslindən olan, yəni bütün o baxanda Kərim bəyin bütün oğlanlarını repressiyaya məruz qalmasına gətirib çıxarmışlar ki, bütün bunlara baxmayaraq bu nəslin nümayəndələri hazırda Azərbaycanda, yəni müxtəlif vəzifələrdə çalışırlar. Gördüklerim, bildiklerim, ettiklerim. Çok güzel. Bu sizin özünüz mü? Çok sağ olun, çok sağ olun. Bağışlayın size, özür dilerim. Müzeyin rəhbəridir. Biz size teşekkür ediyoruz ki siz bizim müzeyle birlikte böyle bir, ben deyərdim, şərəfli bir ömür geçirmiş insan hakkında, bizim büyük hərbi kadınlarımızdan biri hakkında siz böyle bir iş teşkil ediniz. Elbette bu yəqin ki, çoxlarının, bəziləri, əlbəttə bəziləri Mehmandarovu tanıyırdılar, bəziləri tanımadılar. Amma sizin özünüzün gənc nəslə belə bir insanı tanıtmağınız və biz də əlbəttə çalışırıq bir muzey kimi görkəmli şəxsiyyətləri biz tanıdıq, bildirək və həmçinin də sizin də çox hamınızın, mən bilirəm, bir hamınızın maraqlı həyat yolu olur. Bu bizə sizin kimi insanlarla görüşmək bizə əlbəttə çox xoşdur. Və yəqin ki, Əzəra müəllim, ola bilsin ki, bizim də elə bir Fərdə xanım gibi çox tez belə bir tədbirlər keçirirlər. İştilir yəqin ki, zalımız çox böyükdür. Fərdə xanım gibi çox tədbirlər keçirirlər. O tədbirlərin bəzilərində bizim elə doğrudan da bizim görkəmli bu hərbi yolunu keçmiş insanlarımız o tədbirlərdə iştirak edirlər. Bizə də çox xoş olardı ki, siz də bizim həmin tədbirləri xoşlasınız və yeni gələn nəslə öz bildiklərinizdən, gördüklərinizdən, bax eləməz o Mehman müəllimin dediyi kimi gördüklərim, bildiklərim, etdiklərim. Bu etdiklərimi siz o gənc nəslə təqdim edəsiniz və onlar da qoy örnək götürsünlər sizdən. Çox sağ olun, digərin siz. Sağ olun. Söz verirəm. Ehtiyatlı olan xalqa hüququndan Aydan Şiriyev. Tədbir iştirakçıları, mən tədbir təşkilatçılarında biri olduğum üçün burada bizim tədbirdə iştirak edenler hakkında size kısa məlumat çatdırmaq istəyirəm. İlk növbədə bizim tədbir başda Vətən Partiyasının hörmətli sədri Adəm İsmail Bakılı olmaqla geniş şəkildə bu tədbirdə iştirak edirlər. Adamlar ihtiyac var mı? Hiç kim. Necə istəyirsə çıxış edir. Rahat. Hamı burada rahat olur. Bizim Vətən Partiyasından başqa bizim burada deməli 5 il əvvəl 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 5 il əvvə
Birinci ve ikinci Qarabağ müharibəsi iştirakçıları, etrafında iştirak edirlər. İcazə versəniz, bunları mən bir təqdim edərdim. Şirin İlqar, ehtiyatlı olan müharibə veteranıdır. Yasaman rayonundan. Amanov Pərvanə xanım ehtiyatlı olan baş leytenant Yasaman rayonundan müharibə veteranı. Ehtiyatlı olan polkovniklər Hikmət İskəndərov, Qarabağ qazisidir. Ağayev İlham müharibə veteranı iştirak edir. Burada bizim Qarabağ müharibəsinin qəhrəmanlarından biri məhrum polkovnik Azad Əsədovun həyat yoldaşı Əsədov Hafizə xanım iştirak edir. Bunu xüsusilə qeyd etmək lazımdır. Polkovnik Xəzəliyev Mehman müəllim iştirak edir. Burada kitabı təqdim elədi. Müdafiə Nazirliyinin sabiq əməkdaşı. Ehtiyatlı olan Çavuş Zülfüqar Xudayverdiyev iştirak edir. Müharibə veteranıdır. Yasamal rayonundan. Həmçinin bizim deməli burada Nailə xanım başda olmaqla Azərbaycan Milli Azərbaycan Tarix Muzeyinin əməkdaşları iştirak edirlər. Rəhman müəllimin öz sözü dediyi Aynur Babayeva, Aynur xanım, Əhmədova, Nigar xanım, Şəmsi Fəridə xanım, Cəlilova Zülfiyə xanım burada iştirak edirlər. Burada bizim mədəniyyət iştirakçılarımız da iştirakçılarımız iştirak edirlər. Rəşad İsmail Vətənpərvər mahnıların iştirakçısı, yəqin ki o bizə öz mahnılarını cavab edəcək. Əliyeva Leyla və Məmmədov Elçin Müdafiə Nazirliyinin ansambl üzvlərində və artıq burada öz sözünü demiş kitara iştirakçısı, kitara da öz sözü mahnıdan olmuş Rızayeva Aysel xanım iştirak edir. Həmçinin Mədəniyyət Televiziyasının əməkdaşları burada iştirak edirlər və əgər ola bilsin kimisə mən yadından demədimsə, üzürlüsə, çünki mən çalışırdım, hamı qeydiyyatda iştirak edir. Və burada indi polkovnik Əzzağan Qənzadəni təqdim etməyə ehtiyac yoxdur. Burası iki kəlmə mən öz sözlərimi deyə bilərəm. Çünki biz Əzzağan Qənzadə ilə Qarabağ müharibəsi, birinci müharibəsinin ilk iştirakçılarından biri olmuşuq. Çiğ-çiğnə 100-dən çox döyüşlərdə iştirak etmişik və Allah'a şükür ki, hələ ki sağ-salamatdır və polkovnik Qənzadə həm Əfqanistan döyüşlərdə iştirak edib, Qırmızı Ulduz medalına tərtib olunub, həm Qarabağ müharibəsində iştirak edib, həmçinin ikinci Qarabağ müharibəsində də o iştirak edib. Həmçinin də öz bildiyiniz kimi polkovnik Qənzadə Azərbaycan Hərb Tarixi Muzeyinə 12 ildən artıq rəhbərlik edib. Və bu da onun belə tədbirlərin keçirilməsində böyük təcrübəyə malik olduğunun göstəricisidir. Qaldı bu tədbirdəki General Mehmandarov haqqında mən də bir şikayət demək istəyirəm. Çünki mən özüm də hərbçiyəm. Mən üçün də General Mehmandarov Azərbaycanın ilk hərb naziri, hərbi naziri olub. İlk Azərbaycan Cumhuriyyətinin yaradılmasında və 23 ay belə deyək, fəaliyyət göstərməsində bu şəxsin, bu generalın əvəzsiz xidmətləri olmuşdur. Çünki bilirsiniz, o dövrdə keçən gərgin siyasi mübarizələrdə Azərbaycan kiçik bir dövlət olduğuna baxmayaraq 23 ay fəaliyyət göstərmiş və özünü bildiyimiz kimi dünyada özünə müstəqil dövlət kimi imza atmağa nail qala bilmişdir. Paris Sülh Konferansında gənclərimiz hər tariximizi, bizim ümumiyyətlə belə deyək, geçmişimizi yaxşı bilmək. Çünki General Mehmandarovun öz sözü var ki, belə bir fikri vardır ki, o nazir olduqdan sonra belə bir müraciət etmişdir Azərbaycan ordusuna, Azərbaycan xalqına ki, Azərbaycan xalqının
çok büyük tarihi var, her tarihi vardır. Ve bizim Avrupalıların bildiği, lakin bizim bilmediğimiz her tarihini biz öğrenmeliyiz ve orduda bunu ordu yaymalıyız. Bir Avrupalılar bilirler Azerbaycanlılar, Türkler hansı hərbi bu keçmiş dövrlərdə müvəffəqiyyətlər olur. Amma Azərbaycan ordusunda bu haqda heç bir məlumat yoxdur. Belə Nalə xanımın dediyi kimi biz bu işi görməliyik və bu tədbirin də təşkil edilməsində ilk növbədə Adem müəllimlər və Əzra müəllimlər və bizim muzeyin iştirakçılarına təşəkkürümüz bizdə. Çox sağ olun. Vəhdət Partiyasının sədri, ictimai siyasi xadim, fəlsəfə elmlər doktoru Adəm İsmail Akıyev. Hər birinizi salamlayıram ilk növbədə. Milli Azərbaycan Tarix Muzeyində bu tədbirin keçirilməsi özü bir əlamətdar bir hadisədir. Birinci növbədə buranın rəhbəri, akademik, gözəl insan, gözəl Azərbaycan xanımı Nailə xanıma, Fərdə xanıma, böyük alimimiz burada çıxış elədi. Bəhmən Kərimova ayrıca minnətdarlıq bildirirəm. Bütün kollektivə minnətdarlıq bildiririk ki, gözəl bir gün yaşadırsınız bizim üçün. Həmçinin burada iştirak edən ictimai birliklərin rəhbərlərinə, üzvlərinə dərin təşəkkürümüzü bildiririk. Bu ocaq özü isti bir ocaqdır. Ona görə ki, burada Tağıyevlərin, Azərbaycanın milləti sevən şəxslərin hər zaman ruhları olmuşdur. Məhz buranı Milli Tarix Muzeyi seçilməyi ölkə prezidentimiz tərəfindən təsadüfi olmamışdır. Azərbaycanın çox qalmaqallı günləri, Azərbaycanın şən günləri 1918-ci ilə qədər, 20-ci ilə qədər bu binanın otaqlarının içərisində bəzən həll olunurdu. Bilirsiniz ki, Mehmandarovu biz araşdırsaq, Mehmandarov Azərbaycan tarixinə baxaq biz, Əliağa Şıxlinski, Fətəli xan Xoyski və məhz Mehmandarovlar Azərbaycan dövlətçiliyinin banilərindən biridirlər. Bu böyük bir şərəfdir bizim üçün. Məhz Mehmandarovun qanında, genetikasında Şuşanın havası, Qarabağın muğamı var idi. Orada cənubda doğulmaqdan bağlı, cənubun da bir çox elementləri var idi. Onda bayaqları gözəl alimimiz çıxış elədi. Mehmandarovun son illərinə biz baxsaq, məhz fəlsəfə və İslam tarixinə baş vurmuşdu, dərindən öyrənirdi. Bizim gənc alimlərimizdən biz xahiş edərdik ki, onun arxivlərini araşdırsınlar, onun İslam və fəlsəfə ilə bağlı düşüncələri bizim üçün daha dərin olacaq. Yeganə Mehmandarov şəxsdir ki, şərq və qərb düşüncələrini birləşdirdi. Rus imperiyasının generallığından milli generala çevrildi. Məhz özünün milli düşüncəsi ilə ordu yarattı. Bilirsiniz, həmən zaman Azərbaycan çox zəif idi. O zəifçiliyin içərisində məhz Mehmandarov və digər şəxslər bilirdi ki, Azərbaycan ordusunu yaratmaq lazımdır. Azərbaycan taburları, batalyonları yaranmalıdır. Və bu bizə, onlar görürdülər ki, gələcəkdə hansı hadisələr baş verir. Hansı bizi böyük, qalmaqallı, ağırlı günlər olacaq, ona görə bizim ordumuzu yaratdılar. Məhz 1918-ci, 1920-ci ildə bizim xalq cümhuriyyətimizin uzun ömürlü, baxmayaraq ki, qısa deyirik,
Amma həmən dövrdə uzun ömürlüyünə baxsaq, məhz bizim ordumuzun yaranması kömək elədi. Məhz bunun düşüncələri bizim bu gün də ordumuzda hiss olunur. Həmən milli marşların yaranması, milli əskərlərimizin tədrisə göndərilməsi, bunlar bizim ordumuzun yaranmasıydı. Və ən vacib şərtlərdən biri o idi ki, Mehmandarov öz şəxsiyyətini millətə bağışladı, milli düşüncə ilə yaşayırdı. Və bu günləri sevincli haldır ki, niyə görə Mehmandarov bu gün yad edilir? Bayaqları hörmətli bizim xanım akademik Nailə xanım gözəl dedi ki, gənc nəsillər Mehmandarovu tanımalıdır. Əliağa Şıxlinskini, Fətəli xan Xoyskini, Polad Həşimovu və digər bizim generallarımızı gənc nəsillərimiz öyrənməlidir. Onda bizim ordumuz güclü olacaq, onda bizim torpağımız hər zaman gül çiçəklə inkişaf edəcək. Və yenə də burada bu tədbirin keçirilməsində iştirak edən hər bir şəxsə minnətdarlığımızı bildirdik. Bu tədbirlər davamlı olmalıdır. Çünki qələbə 2022-ci ildə, 2023-cü ildə tam əldə olundu. Amma yeni nəsil, yeni gənc nəsil bütün bu şəxsiyyətləri tanımalı. Nəyə görə, nədən ötürü can verdiklərini bildirmək lazımdır. Hərbiçilər, burada kifayət qədər hərbiçilərimiz var. Onlar onları tarixin, tərcüməyalını öyrənməsəydilər, mənim zənnimcə biz qələbəni əldə edə bilməzdik. Bu günləri tarixi bir gündür və Mehmandarovun ruhu şaddır. Bayaqları Kirov heykəlinin, keçmiş Kirov heykəli, indi Şəhidlər Xiyabanımızın gözəl meydanıdır o. Onun nəşini orada dağıttılar. Nəinki onun yüzlərlə, minlərlə unudulmasından ötürü onlar elədi, Sovet İmperiyası elədi. Amma baxın, Mehmandarovun adı bu günləri dünya okeanlarında, dünya sularında böyük bir gəminin üzərindədir. Bundan böyük bir xoşbəxtçiliyi yoxdur. İnsanlar var ki, insanların üstündə 10 metrəlik, 100 metrəlik abidələr qaldırırlar. Ancaq onları heç kim tanımır. Amma bu günləri burada Mehmandarovun ailəsindən heç kəs yoxdur. Amma bura onu sevən insanlar gəlir. Onu yad eləməkdən ötürü gəlir. O filmə baxanda insan fərə hissi keçirdir ki, mən bir Azərbaycanlıyam. Mən bu torpağın övladıyam. Ona görə var olun, həmişə bizim partiyamızın da siyasi, ictimai xətti maarifləndirmə olacaq. Bütün lazımı Azərbaycan ictimai həyatında, akademik, elmi həyatında iştirak edəcək. İnsanları maarifləndirmək bizim bir nömrəli borcumuzdur. Əgər xalq maarifli olacaqsa, onda biz hər bir qələbəyə daha tez nail olacaq. Minnətdaram, çox sağ olun. Çıxışlar üçün hərbimizə təşəkkür edirəm. Sözü hərbi və vətənpərvərlik mahnılarına veririk. Həzi Aslanov adına Ordu İdeolojik İş və Mədəniyyət Mərkəzinin solisti Leyla xanım Əliyeva Azərbaycana mahnısı.
Azerbaycanım, seni sandım şeref şanım Azerbaycanım. Havam sever, havam kanım Azerbaycanım. Kurban olsun sana canım Azerbaycanım. Eserim kanım, sesine yatıp yüreğim canım Azerbaycanım. Eserim kanım, sesine yatıp yüreğim canım Azerbaycanım. Olmasın benim sensiz bir anım. Sen benim, sen beterim, sen Azerbaycanım. Olmasın benim sensiz bir anım. Sen benim, sen beterim, sen Azerbaycanım. Eserim kanım, sesine yatıp yüreğim canım Azerbaycanım. Eserim kanım, sesine yatıp yüreğim canım Azerbaycanım. En tezeter gülüm benim Azerbaycanım. Şirin şeker sözüm benim Azerbaycanım. Duz çerekli elim benim Azerbaycanım. İlk beşiğim son menzilim Azerbaycanım. Eserim kanım, sesine yatıp yüreğim canım Azerbaycanım. Eserim kanım, sesine yatıp yüreğim canım Azerbaycanım. Olmasın benim sensiz bir anım. Sen benim, sen beterim, sen Azerbaycanım. Olmasın benim sensiz bir anım. Sen benim, sen beterim, sen Azerbaycanım. Eserim kanım, sesine yatıp yüreğim canım 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 Azerbaycanım. Yüreğim canım Azerbaycanım. Yüreğim canım Azerbaycanım. Və Mədəniyyət Mərkəzinin solisti Elçin Məmmədov Böyük Zəfər marşı. Bugün zafer günüdür, sıralansın ordular. Zaferden zaferlere ilerler doğrular. Al biçerek vətənə, canım Azerbaycan'a. Son savaşa gelirik, salamat kal ayana. Sen olup aklım geldin, benleri yıktın geldin. O da ateşe döndü, senleri yaktın geldin. Arap bizim, dağ bizim, Beşe bizim, bak bizim, Karabağ'da uçalan yüzekli bayrak bizim. Bugün zafer günüdür, sıralansın ordular. Zaferden zaferlere, ileri merdovullar. An içerek vətənə, canım Azerbaycan'a. Son savaşa gelirik, salamat kal ayana. Öpülen falan kimi torpağının taşını,
Xocalım, ay Xocalım, sil gözünün yaşını. Dallar lala boyanır, yaşıl ala boyanır. Əsgəran qalasında zəfər tonqalı yanır. Salam xan kəndim salam, şəhərim kəndim salam. Gözüm yoldan yığıldı, zəfərlə gəldim salam. Vətənə qurban olum, vətən ürəyim canım. Ələmrinə hazırım, halim aşk amandanım. Öpülük alan kimi, ortalını taşırım. Xocalım, ay Xocalım, sil gözünün yaşını. Dallar lala boyanır, yaşıl ala boyanır. Əsgəran qalasında zəfər tonqalı yanır. Salam xan kəndim salam, şəhərim kəndim salam. Gözün yoldan yığıldı, zəfərlə gəldim salam. Vətənə qurban olum, vətən ürəyim canım. Hələ əmrinə hazırım, halim aşk amandanım. Hələ əmrinə hazırım, halim aşk amandanım. Hələ əmrinə hazırım, halim aşk amandanım. Cenab zabitler, siz bizim fəxrimizsiz. Qürurla durursuz düşmən önündə. Vətəni qoruyan cəsur ürəksiz. Mənliklə baxırsız ölümün üzünə. Vətəni qoruyan cəsur ürəksiz. Mərdliklə baxırsız ölümün üzünə. Qəlbiniz əyilməzdir, mətin iradəlisiz. Anda sadiqsiz, ağır günlərdə. Son məqamda, döyüşdə əvəzsizsiz. Bilərək edirsiniz əbədiyyətə. Son məqamda da, döyüşdə əvəzsizsiz. Bilərək edirsiniz əbədiyyətə. Cənab zabitlər, cənab zabitlər. Bir gəlir yanan ürəklər. Şiirlərdə bər vurur buzlar. Vətənin zabitlər, cənab zabitlər, cənab zabitlər. Uzaqdadır sizin əzizlər. Səngərdə qalılar fikirlər. Vətənin zabitlər. Siz alışmışsınız ateş altındasınız. Həyatınız hər an təhlükədə. Ön cəbhədə ateşkəs pozulsa da. İradənizlə düşmən susturular. Ön cəbhədə ateşkəs pozulsa da. İradənizlə düşmən susturular. Cənab zabitlər, cənab zabitlər. Bir gəlir yanan ürəklər. Şiirlərdə bərk vurur ulduzlar. Vətənin qürur zabitlər. Cənab zabitlər, cənab zabitlər. Uzaqdadır sizin əzizlər. Səngərdə qalılar fikirlər. Vətənin qürur zabitlər.
fikirler Bedenin gururu sabitler Bedenin gururu sabitler Bedenin gururu sabitler Yəni ruhu şaddır bu günləri və bugünkü tədbirimizi düşünürəm ki, bağlanış elan eləyək. Həm muzeyin kifayət qədər əməkdaşlarının öz işləri var, həm də digər tədbirlərimiz var. Çox sağ olun, var olun. Bir dənə də axırda muzeyin tədbiri harada gözəldirsə yığışa bir kollektiv şəkil çəkdirək ki, həmişəlik yadda qalsın. Mehmandarovlardan bir nəfər var burada, onu yanaşmaq. Əlbəttə, Tarixi Muzeyinin direktor müavini baş mühafid Məsuddə Zeynalova. Mənim dediyim bir neçə söz deyəcəm. Səməd bəy Mehmandarovun ordu quruculuğu haqqında danışdıq. Mən bir-iki cümlə demək istəyərdim ki, Mehmandarov yeganə yeganə olaraq bəlkə, yeganə də olmalı çox az olaraq Hristiyanlığı qəbul etməmiş müsəlman qalaraq Çar ordusunda general vəzifəsinə qədər gəlib çıxmışdır. Mehmandarov cəmi 8 nəfər Birinci Dünya müharibəsində Georgi o silahını, mükafatını almış, bircə 8 nəfərin bircə Azərbaycanlı, bircə müsəlman olan zabitlərdən olub. Mən özümü təqdim edeyim, mənim nənəm Fatma xanım Mehmandarova, Baba bəyin, deməli, Səməd bəyin doğma qardaşı, Baba bəyin qızıdır, Fatma xanım Mehmandarova mənim nənəmdir. Və onların danışdıqlarından bir evdə eşitdiklərindən, insan kimi onun haqqında dediklərindən bir-iki cümlə deyəcəm ki, nə qədər qonaqpərvər insan olur. Ya nənəm, anam danışardı ki, bütün bayramlarda o nənəm gel yaşayardı Daxili İşlər Nazirinin yanında, Mehmandarov isə İstiqlaliyyət düşəsində. Bütün bayramlarda gedərdilər onlara, onların balkonlarından, o demonstrasiya keçəndə orada gedərdilər. Uşaqlar da gələndə, uşaqlar gəlirdi evinə. Səməd bəy durub mütləq öz geyini geyinərdi, uşaqlar gəlsədi və xanımına deyərdi ki, stol aç, uşaqlar gəlib, mütləq hamısını mütləq stol arxasında oturdurardı, mütləq bir çox qonaqpərvər insan olardı. Bir də çox maraqlıdır, bilməm, nənəmdən eşitmişəm onu, deyir ki, soruşanda ki, Azərbaycanlarda ən belə cəsur əskər kim idi? Demişdi, Əskəranlılar. Bilmirəm, bax, bu söz düzdür, düz deyil, belə bir şey eşitmişəm. Yəni, bax, bu iki-üç cümlə demək istəyərdim. Çox sağ olun.